uşaqlığın və yaxud dediyim kimi birinci, ikinci dərəcə sallanmalarında uşaqlıq tam vaginadan dışarı çıxmır. Pasientdə çox böyük bir şikayət də yoxdur. Həmin əməliyyata müraciət etmirik. Gənc xanımdır. Yenə də bayaq dediyim kimi qidalanma tərzi olsun, çox ağır qaldırmamaq, həddən artıq öskürməmək, qəbiz qalmamaq. Yəni bu sağlam qidalanmaq, müəyyən sporları yapmaq, sporla bağ əzələ sistemini müəyyən qədər aralıq heç olmasa aralıq əzələ sistemini gücləndirmək, bunları məsləhət görürük. Amma ki son mərhələdə artıq uşaqlıq vaginadan xaricə çıxıbsa, artıq burada əməliyyat qaçınılmazdır. Pasiyentin yaşı nəzərə alınmalıdır, istəyi nəzərə alınmalıdır. Bu durumda nə edirik? 40 yaş altıdır, daha bir uşaq dünyaya gətirmək istəyir ya da uşaqlığın xaric olmasını istəmir. Gəl ki, uşaq dünyaya gətirməyən bir qadınlarda uşaqlığın heç bir funksiyası yoxdur. Bunu biz pasiyentlərə başa salmaya çalışırıq. O olsun, yenə də 40 yaş altı uşaqlığın qalmasını istəyir. Bu durumda uşaqlıq özəki boynundan, xüsusilə bu səfər torlar artıq setkalar, meşlərin hər cür adlandırırıq, devrəyə girir. Bu durumda çanaqda olan xüsusi sərt bağlar var, sümüklər, sümük üstülüyü var. Xüsusi torlar vasitəsilə uşaqlıq yuxarı qaldırılır. Uşaqlıq yuxarı qaldırılır. Bu qapalı icra edilir, ya laparoskopik icra edilir, ya da vaginal icra edilir. Pasiyentin yaşı 40 yaşın üstüdür, artıq uşaqlığı saxlanmasını istəmirsə, bu durumda vaginal yolla, qapalı yolla uşaqlıq götürülür və burada diqqət edilməsi bir nüans var. Uşaqlıq götürüldükdən sonra vaginal güdür, yəni qalan güdür təzədən sallana bilər. Buna görə mütləq diqqət edilməlidir. Uşaqlıq götürülsə belə vaginal güdür asılmalıdır. Bu dediyimiz kimi çanaq sümüyü asıla bilər. Sümükdə olan ön bağlar var, sərt bağlar var, bağlara asıla bilər və ya qarın yan divarına asıla bilər. Mütləq edilməlidir ki, pasiyent təzədən uşaqlıq yolu sallanması ilə ikinci səfər bizə müraciət etməsin. Çox yaxşı vurğuladı Zəynur xanım. Çünki mən praktikada belə pasiyentlər görmüşəm. Yaşlı qadındır, güdül hazırlanıb, amma bəli, bir müddətdən sonra güdül bayıra çıxıb, sallanıb. Yəni təkrarlı olaraq ikinci dəfə artıq əməliyyat olundu, amma bütün qadınlara aiddir, bu sözü kəsilin buradan. Buyurun. Uşaqlığı götürülür. Məsələn, uşaqlıq götürülməlidir. Fərqi yoxdur, burada sallanma var, miyoma var. Yəni, uşaqlığın götürülməsinə adi bir cərrahi əməliyyat kimi baxılmamalıdır. Bəzən bizim xanımlar ümumi cərrahi müraciət edirlər, özelliklə rayonlarda. Və ümumi cərrah da ginekoloq olmadığı üçün və bu sallanmaları çox görmədiyi üçün, vaginal sallanmalar yenidən bizə gəldiyi üçün, o ümumi cərrahların bu haqda təcrübəsi olmadığı üçün bunu diqqətə almırlar ümumi cərrahlar. Uşaqlığı götürürlər. Sizdə başını sadəcə sünnət kimi baxılır da, yəni kəsilir, tullanır o tərəfə də, yəni yenə də cərrah plastik eləmək və s. Sonrası düşünülmür. Çünki sonrasında o ümumi cərrahların təcrübələri yoxdur. Ona görə mənim məsləhətim odur ki, uşaqlığı götürməsinə adi bir əməliyyat kimi baxılmamalıdır. Mütləq onun mütəxəssisinə müraciət edilməlidir.